Qurban Bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan hüdudlarından kənarda olan bütün həmyerlilərimizi təbrik edirəm. Necə belə gözəllər qeyd edir inşallah. Xeyirli işlərlə məşğul olursan? Oluram. Nə edirsən məsələn? Bu mənim subyektiv fikrimdir. Yəni Qurban Bayramı bu deməkdir ki, təkcə qoyun kəsib, qoç kəsib, ət paylayasan. Eləcə də düşünürəm ki, maddi yardım etməklə də sən bu qurbanlıq necə deyirlər, bayramını qeyd edə bilərsən. Kimə maddi yardım göstərdin? Tanıdığım insanlara, məsəl üçün mənə zəng eləyib, hardansa mən filan kəsəm, mən fəsmən kəsəm. Çünki mənim başıma gəlib, pandemiya dönəmində ən çətin günümdə özümün maddi ehtiyacım olduğum halda mənə zənglərlə bağlı ehtiyacı olan insanlar kimi özlərini təqdim ediblər, amma sonradan araşdırmışam ki, heç də elə deyil. Yanılmışam, aldadılmışam. Ona görə də mən tanıdığım, ətrafımda bilərəm ki, kimsə bunun həqiqətən ehtiyacı var, bəli, onda mən ona yardım eləyərəm, gücüm çatdığı qədər təbii ki. Birinci ətrafın, ailənin içi, ətrafın, qohum-əqrəba, ondan sonra kənardakı insanlara. Nə edirsə onu deməyimiz məncə düzgün deyil. Onu nə edirsə Allah yolunda edirik. Mən də şəxsən dəfələrlə etmişəm. Kimə nə etmişəm, halal xoş olsun. Yəni onu ümumiyyətlə də mən açıqlamamışam heç vaxt. Heç yoxsa sosial şəbəkəmdə də paylaşmamışam. İstər pandemiya vaxtı, istər bu 20 illik sənət fəaliyyətim olan müddətdə, istər hər bir Vətən müharibəsi dövrü, hər bir vaxt etmişik. Yəni şəxsən mən də etmişəm. İnanıram ki, Emin də edib və bir çox sənət adamları da yəni ehtiyacı olan insanlara. Ən çox xeyirli işlərlə məşğul olan müğənnilər kimlərdir? Mən bilirəm onları. Amma elə müğənnilərimiz də var ki, qəti. Bir dənə bir söz açıqlayım Eldəniz. Bir söz açıqlayım ki, mən çox xahiş edirəm. Bu musiqi camiyyəsində olan müğənnilər var, aparıcılar var, sənət adamları var ki, bəzi hallarda zəng eləyib kömək istəyən insanlar var, xalqımızın içindən deyirəm. Onlar bəzi hallarda mən elə düşünürəm ki, yanlış fikirləşirlər. Məsəl üçün deyirəm, deyək ki, adlarını da çəkiblər mənə zəng eləyən adamlar ki, mənə şirin satsınlar özlərini, amma kimlərisə mənim yanımda aşlasınlar deyə. Və zəng vurub ki, sizə halal olsun, amma mən filan kəsə zəng vurdum. Qapısında 10 dənə maşını var, 10 dənə evi var, mənə kömək eləmədi. Deyirəm, siz yanlış fikirləşirsiniz, siz yanlış düşünürsünüz. Siz nə bilirsiniz axı, sizə qədər bəlkə bu adam 1000 nəfər ailəyə kömək eləyib. O necə hamiyə eləyə bilər? Bəlkə indi doğrudan da həqiqətən, bəli, nə olsun mən müğənniyəm, nə olsun Eldəniz Məmmədov və digər bizim tanınmış simalarımız var. Şükür Allaha, hansı bir məbləğə gedə bilərlər. Bu demək deyil ki, yəni kimsə zəng vuran kimi həmən dəqiqə onu, bəlkə elə insan özü elə bir vəziyyətdədir ki, heç özü bəlkə kiməsə zəng vurub deməli, deyər ki, mənə ehtiyacım var, pulumun üstünə filan qədər də pul qoyub hansısa bir işimi aşırtmalıyam. Yəni bu düzgün düşüncə deyil. Kimsə yardım əlini uzada bilirsə sağ olsun. Uzada bilməyənlər qınaq obyektinə çevirmək lazım deyil. Belə düşünürəm mən.